İclasın açılışını açıq elan edirəm. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə. Təşəkkürlər. Bugünkü Xalq Parlamenti siyasi məhbuslarla bağlı olacaq. Ataxan Əbilov öz Demokratiya kitabında yazır ki, beynəlxalq hüquq müdafiə leksikonunda vicdan və siyasi məhbus anlayışları fərqləndirilir. Siyasi məhbus o şəxsə deyilir ki, cinayəti törədib, amma siyasi motivlərə görə istintaq və məhkəməsi pozuntularla keçib və qeyri-adekvat cəza alıb. Məsələn, cərimə və ya şərti azadlıqdan məhrum etmə əvəzinə ona azadlıqdan məhrum etmə cəzası veriblər. Belə şəxslər siyasi məhbuslardır. Amma heç bir cinayət törətməyən, saxta, quraşdırılmış ittihamlarla həbsə atılan adamlar isə vicdan məhbuslarıdır. Bugünkü müzakirələrdə və bugünkü dinləmələrdə biz aydın edəcəyik və xalqımıza da aydın olacaq ki, Azərbaycanda siyasi məhbuslar var, yoxsa vicdan məhbusları. Bəlkə də sonra bunları qruplaşdırmaq da lazım olacaq ki, kimlər həqiqi siyasi məhbuslardır, kimlər isə vicdan məhbusları. Beləliklə keçirik gündəliyimizin müzakirəsinə. Gündəliyi ilk öncə səsləndirim. İclasın nəzərdə tutulan maksimum müddəti 3 saatdır. İclas başlanana qədər iştirak edən deputatların qeydiyyatını mən aparıram. Ona görə də narahat olmayın, kim burada iştirak edir, hamısını mən mütləq qeyd edəcəm. Beləliklə, ilk öncə seçki komissiyasının hesabatı Rasim Əlizadə 5 dəqiqə, siyasi həbslər barədə məruzə Abid Qafarov 20 dəqiqə, mövzu ətrafında çıxışlar qadın jurnalistlər mövzusunda Dilarə Miriyeva, həbsdə olan siyasi fəallar, hüquq müdafiəçiləri və milli azlıqların nümayəndələri ilə bağlı Camal Bağırzadə, dini inanclara görə həbs edilənlər barədə İlqar Hüseynli, mühacirlərə qarşı təhdidlər Oqtay İskəndərli, Amonçular və digər hərbi siyasi məhbuslar barədə İsa Sadıqov, Tərtər işi məhbusları ilə bağlı Müşfiq Əhmədli, Rıza Səfərsoy haqqında Təranə Səfərsoy, Əvəz Zeynalı haqqında İlqar Hüseynli, Əfqan Sadıqlı haqqında Sevinç Sadıqova,
Əziz Oruc haqqında Anar Oruc, Arzu Abdullah Gülzaman, Sədaqət Paşayeva 5 dəqiqə çıxır, Aybəniz İlqar, Nəsimi Məmmədli, Nizami Şahmuradov və son söz məruzəçiyə veriləcək Abid Qafarova. Beləliklə, gündəliyin bugünkü iclasın bu formatda keçməsi ilə bağlı kimin nə təklifi varsa və yaxud iradı varsa səsləndirə bilər. Əl qaldıran yoxdur, mən belə görürəm. Beləliklə, açıq səs verməklə gündəliyi qəbul etməyinizi, səs verməklə qəbul edilməməsini müəyyən edək. Əllərinizi qaldırmaq xahiş olunur. Блин, такой закат красивый. Я смотрю на окно. Самир. Xatirə xanımla problem oldu, yaxın problem eləmi? Yox, problem yoxdur. 29 nəfərdən çox yəni əl qaldırıldı. Beləliklə gündəliyi qəbul edilmiş hesab etmək olar. 31 nəfər. 31 nəfər, bəli. 33 nəfər. 33 nəfər. Məhəmməd Əli mikrofon. Xatirə xanım, xahiş edirəm məni də qeydiyyata salasınız, axşamınız xeyir olsun. İclasımız gedir. Səs vermə bitmiş hesab edilsin.